Tanrı məğlub olanlara yalnız göz yaşı verir ki, doyunca ağlaya bilsinlər. Qalib tərəfə isə güclü nifrət hissi verir. Mübarizədə isə güclülər deyil, çox vaxt tədbirlilər qalib gəlirlər. Qulaq as, dərmanlar gəlib. Onları götürürsən, pullarını verirsən, hər dərmanı da öz xəstəsinə çatdırırsan. Buradadır. Bəli, buyurun. Buyurun. Hə, yaxşı. Mən sonra sənə zəng vururum. Çox xəbər. Son hadisələrlə bağlı bütün qəzetləri yazır. Ağızlarına gələni, biləndə, bilməyəndə. Qulaq as. Təcili gir Mediafonun saytına, nə tezə xəbər var, hamısını gətir mənə. Baş üstə. Biz isə mütləq son hadisələrlə bağlı planlarımızı dəyişməliyik. Tahirə. Tahirə. Rasim? Salam. Salam. Necəsən? Sağ ol, çox sağ ol. Gör necə dəyişmisən. Elə sən də. Neçə ildir görüşmürük? Bilmirəm. 10 il olar, hə? Ola bilər. Haralardasan? Heç burada Bakıdayam. Xaricilərlə işləyirəm. Bəs sən? Elə mən də burada yaxında özəl mətbəə var, orada işləyirəm. Hə, Feyzullah mətbəəsində. Hə. Sən onu hardan tanıyırsan? Buralarda onu tanımayan var. Köhnə qurtdu. Qız Feyzullah deyirlər ona. Qız Feyzullah? Hə. Elə niyə? Nə bilim, yaşlı adamdır. Qız kimi özünə sığal verir. Yəqin elə ona görə. Doğrudan ha? Hə, elə indi onun yanından gəlirəm. Vizitkam qurtarmışdı, onu sifariş eləmişdim. İstəyirsən sənə də birini verim. Hə? Buyur. Bakıdakı xarici firmalar nümayəndəliyinin başçısı Rasim Məmmədov. Çox gözəl. Təbrik edirəm. Çox sağ ol.
Nafiz Sultanoviç, bu bizim metodumuzu, texnologiyamızı orqanlar yaxşı öyrəniblər. Gərək biz hamımız gördüyümüz işi əməlli başlı gözəl tutaq. Gördüğünüz bak bu program hacker programıdır. Siz istediğiniz adama SMS gönderirsiniz. Həmin şəxs SMS'i açıb oxuyan kimi bu program avtomatik onun telefonuna yüklənir. Və siz istediğiniz şəxsin bütün danışıqlarına qulaq asırsınız. Buyurun. Qulaq as ağsaqqal. Buyurun. Nigar, o siyahını verərsən ağsaqqala. Bək gedənlərin siyahısıdır. Siyahı üzrə yeni planla işə başlamaq lazımdır. Ağsaqqal, Buyurun. kompüterdə bir siyahı da var. Nigar, onu da verərsən. Kimsəsizləri, himayəsiz adamların siyahısıdır. Həmin siyahı üzrə o adamların telefonlarını tapıb əlaqə yaradın. Eləliyində veriyə qazanasınız. Dərman, alış-verişdə filanda hər şeydə kömək edin. Elələyin heç kəs heç nədən şübhələnməsin. Baş üstə. Sonra da evlərinin kupçalarını, sənədlərini ələ keçirmək lazımdır. O ki qaldı alqı-satqıya, hamısı mənli idi. Nə qədər pul lazım olsa zamindən alarsınız. Bir xoş xəbər var. Krizisin bizim biznesə heç bir aidiyyatı yoxdur. Əksinə, dərmanların satışı çoxalıb, siqaret çəkənlərin sayı artıb. Yaxşı, gedə bilərsiniz. Sən deyən. Tahirə. Telefonu da yazım da. Telefonum yoxdur. Onu da ev telefonunu ver. Ev telefonum da yoxdur. Sənin gördüyün çox şey yoxdur, Rasim. Nə olub ki? Heç. Danışıb qanı qaraltmaq istəmirəm. Ev yoxdur, danış görüm. Pullar dəyişəndən sonra dolanışığımız çətinləşdi. Bir nəfər atamı yoldan çıxartdı ki, evi sat, başqa bir yerdə nisbətən ucuz bir ev al. Əlinizdə də artıq pul qalsın. Evi atama satdırıb, pulları qəpiyinə kimi götürüb aradan çıxdı. Qaldıq küçələrdə. Anamın dərddən ürəyi partladı. Atam da ki yorğan döşəyə düşdü. Mən də inüsdən çıxdım, məcburiyyət qarşısında qaldım və başladım işləməyə. İndi də kirayədə qalırıq. Bax belə. Allah Suğra xalaya rəhmət eləsin. Mənim də atam elə heç nədən rəhmətə getdi. Qarabağda vuruşurdum. Gecə yuxusunu qarışdırıb, səhər də heç kimə heç nə demədən düz durub gəlib döyüş nöqtəsinə ki, mənlə görüşsün. Snayper gülləsini tuş gəlib. Səhər evdən sağ-salamat çıxıb, axşam özüm gətirdim kişinin meyidini Bakıya. Nə bilim, həyatdır da. Bağışla Rasim, mən bilmirdim. Allah Nəcəf dayıya rəhmət eləsin. Yaxşı insan idi. Tahirə, bilirsən, həyat çətinliklərdə doludur. Nəsə axır vaxtlar mənim də işimdə əngəllər yaranıb. Bu da ki, bəzi fırıldaqçıların fəallaşması ilə bağlıdır. Təsəvvür elə ki, bizim firmanın adı ilə cəmaata saxta dərmanlar satılırlar. Ona görə də bax elə gəlirlərimizin xeyli hissəsini belələrinə qarşı mübarizəyə sərf eləməyə məcburuq. Rasim, bilirsən dərman dedin yadıma düşdü. Atam xəstədə təcili dərman çatdırmalıyam. Bir başqa vaxt mütləq görüşüb danışarıq. Tahirə, inanırsan bu görüş mənim üçün çox xoş oldu. İmkan olanda zəng elə. Mütləq. Yaxşı? Yaxşı, çox sağ ol. Hələlik.
Ramiz. Tahirə? Salam ata, necəsən? Salam qızım, salam, sağ ol. Səhərginə nisbətən alıbabatam ha. Qəzet almadın. Yox, almadım. Niyə? Maraqlı heç nə yoxdur. İstəyirsən bir də? Deməli belə, nevçilərin maaşını artırıblar, Yaxşı. ateşkes yenə pozulub, bir də ki, bir dəstə adam oğrusu yaxalanıb. Vəssalam. Xeyli xəbər varmış ki, ay qızım, gərək qəzet alaydım da. Al ata, dərmanları aldım. Sağ ol qızım. İşdə nə var, nə yox? İşte də köhnə hamam, köhnə tas. Ah, yeri gəlmişkən, Rasimi gördüm. Sənə salam göndərdi. Rasim kimdir balam? Mənim məktəb yoldaşım, Nəcəf dayının oğlu. Necədir? Yaxşıdır, narahat olma. Görüşdük, oturduq, söhbət elədik. Biraz atasından danışdım. Biraz mən hər şey ona danışdım. Bəs o. Bir stəkan çay alırım. Ah, başla. Bizi koydun gitti. Bu tüfürde azap çekir. Sağ ol kızım. Ata. Bugün yolda bir maşın gördüm. Məncə Ramizin maşını idi. Niye bütün vurdun adını çekip kanınızı karaltırsın? Koy cehennem olsun. Tülkü kimi qaçıb gizlənən adamı hansı cəhənnəmdə olursa olsun tapacağım. Ay kızım, senin deməyindən belə çıxır ki, elə bir ki, kölgəyə sən güllə atırsan. Axı sən nə əldə edəcəksən? Ata, mənim ləyaqətimi tapdalayan adamla mübarizə aparmaq boş şey deyil, başa düşürsən? Sənin qadınım. Deməyim odur ki, adam gərək bir quyuya düşəndə oradan necə çıxacağı barədə düşünsün. Düşünmüşəm. Gəl əvvəlcə onun harda yaşadığını öyrənək. Sonrasını isə həyat göstərər. Maşın nömrəsi yadındadır. Hə, yadımdadır. İşte bizə kömək eləsə, Məcid dayın eləyə bilər. Hər gün anamın bax o şəkli ilə danışır. Dilə gəlir. Olanlardan, olacaqlardan söhbət açır. Allah xeyir xeyir. Məcid dayı, məni tanımadınız? Tahirəyəm də. Həsən kişinin qızı. Vay, vay mənim əziz qardaşımın gözəl balası. Gözəl qızım. Əyləşiyorum. Hə, necəsən? Yaxşıyam, çox sağ ol. Həmişə yaxşı olun. Xeyir ola tezdən belə gəlişin. Yoxsa Həsən kişinin başında bir iş var? Yox, yox, narahat olmayın.
Atam sağ-salamatdır. Sizə də salam duası var. Aha, salam göndərəndə sağ olsun, onu gətirəndə sağ olsun. Kızım. Oradan bizim için çay getirin. Hə kızım, yaman darıxmışam sizdən ötürü. Allah Həsən kişiyə insaf versin. Düzdür, mən özüm də 2 il burada olmamışam. Heç olmasa o evdən köçəli bir dəfədə olsun bir zəng eləyə, telefon nömrəsini verə. Hə, gəl kızım, gəl. Ay sağ ol. Təşəkkür edirəm. Sağ ol. Məcid dayı, indi bizim nə evimiz var, nə də telefonumuz. Başımıza müsibətlər gəlib. Nə olub ki kızım? Heç bilmirəm necə deyim. Bilirsiniz ki, axır vaxtlar maddi vəziyyətimiz elə də yaxşı deyildi. Kasıbçılığın dərdindən atam evimizi satmaq qərarına gəldi. Bütün sənədləşməni boynuna götürən adam bizi aldatdı. Pullarımızı götürüb aradan çıxdı. İndi qalmışıq küçələrdə. Heç olmasa bir yanacada xəbər vermisiniz? Hə, o vaxt atam çox gedib gəldi, amma xeyri olmadı. Axırda özümüzü borclu çıxartdılar. Dedilər ki, təqsir özünüzdə olub. Nə danışırsan qızım? Sənin atan respublikamızda tanınmış adamdır, zəhməti var, orada medalları var, fəxri ad alıb. Dediyinizin bu işlərə heç bir dəxli yoxdur. Hökumət deməyib ki, ziyalı səhv eləsin, mən də düzəldim. Heç yaxşı olmadı. Allah pis adamların bəlasını versin. Görünür qızım, o fırıldaqçını yaxşı tanımamısınız. Əksinə, elə çox yaxşı tanıdığımıza görə də aldanmışıq. Hətta o qədər yaxşı tanışırdıq ki, nişanlanmışdıq da. Kimlə? Bizi aldadan o alçaqla. Məcid dayı, bu o adamın maşınının nömrəsidir. Atam xahiş elədi ki, onu tapmaqda bizə kömək eləyəsiz. Mümkündür? Mümkündür qızım, narahat olma. Taparım. Necəsən? Siz necəsiz? Yaxşı ya. Getdik. Axşam Toppuşun doğum günüdür. Ona nəsə hədiyyə almaq lazımdır. Bəlkə bir dükana gedək. Doğrudan ha. Hafiz gilə gelməli. Ramiz də ora gələcək. Hə? Ha. Gərək elə şey ala. Elə məclisin bəzəyi olsun, yox ha. Yox, elə şey almalıyıq ki, nə qədər olmasa qız uşağıdır da. Sabah da ərə gedəndə cehizinə qoşsunlar. Ana. Gedək mağazaya. Gedək. Sen benim... Ha? Mənim Məcid dayım xoş gəlib, səfa gətirib. Vay benim qəşəng kızım, hoş gördük balam. Hardasan ha? Boğazımız buradakı bir təkan çay verəcəkdi ha. Ağzın şirin olsun ayağınız. Bu dəqiqə çay gətirirəm. Gel Aliş. Gel otur, gel otur. Ya Allah. Ha, belə işlər Məcid. Bayaq sözüm yarım çıxaldı axı. Deyir, bu insan beyninin mərkəzi arasında həmişə mübarizə gedir. İki beyin arasında. Deməli, bu mərkəzlərin birinə mələk, o birisinin də şeytan başçılıq edir.
Kim belə mətanətli, dəyanətli, özünə nəzarət etməyi bacarır, onda bir mələk. Kim ki zəifdir, onda şeytan o adama qalib gəlir. Qardaş, belə məlum olur ki, mən deməli zəif adamam ki, bu şeytanlar mənə qalib gəldi, mən zəif adamım. Hə, Həsən, özü yıxılan ağlamaz. Bir iş də olub da, geçənə güləş deyərlər. Sağ ol qızım. Sağ ol. Buyurun. Qızım, Allah Suğra bacıya rəhmət eləsin. Həsən mənə hər şeyi danışır. Allah sənin də ölənlərə rəhmət eləsin, Ahmetciğim. Sağ ol Məcid bəy. Ay qızım, stolu çək özün də əyləş. Hə, qızım. Əvvəl gedib meyvələri gətirim sonra. Yaxşı. Hə, çay iç. Bayaq deyirdim boğazım quruyor. Ay, sağ ol. Gəl özün də. İndi. Hə Məcid bəy. Deyin görüm, bizim bu vəziyyətimiz barəsində nə fikirləşirsiniz? Qızım, bir balaca informasiya əldə eləmişəm. Onlar həşərat nəslindəndir. Məncə, kimin pulu ağlından çoxdursa, onlara baş qoşmaq lazım deyil. Mümkünsüz işdir. Yəni mən də onu. Ay Məcid bəy. Axı özünüz demişdiniz ki, dünyada mümkünsüz iki şey var. Bir, qismətdən artıq yemək, bir də ki, əcəl çatmamış ölmək. Bilirsən qızım, yəni deyirəm ki, nə eləyim, niyə elədim peşmançılığından həmişə yaxşı olur. Onlara baş qoşmaq lazım deyil. Onların qılıncının dalı da kəsir, qabağı da. Eyb yox. Mən onları elə öz qılıncları ilə kəsəcəyəm. Abala deyirlər, məsləhət döl də. Yaxşı. Məcid, saat neçədir? Vaxtıdır, hazır. Nəyin vaxtıdır? Əşiyə bəy, laf elə vurmağın da. Otur gedək. Arkada otur, arkada. Hə, başa düşdüm. Burada can güdən oturur. Mən öz yerimi bilən adamam, qardaş. Məcid, Bəli. deyirlər oturub yemək adamı kökəldir. Hə? Ayaq üstə yemək adamı gücləndirir. Yeriyə yemək ömrü uzadır. Sən bunların hansına üstünlük verirsən? Tərəkəmə olmağıma baxma. Mən oturub yeməyə üstünlük verirəm. Onda mən sənə bir yaxşılıq eləmək istəyirəm. Yaxşılıq? Gedək yaxşı bir mərifətli yer tapaq. Orada sən oturub yeyərsən. Mən də ayaq üstə bir alma şirəsi içərəm. Qorxma, şotu özüm verəcəm. Vazir müəllim, daha bunun arası yaxşılıq oldu. Bilirsən, əgər rəis sənə pislik eləmirsə, bundan böyük yaxşılıq yoxdur. Bəli, Skelet, işlər necədir? Dediyim elədi? bəli. Bilirəm. Biraz gərdim. Hə. Yaxşı. Mən yuxarıdayam. Bu dəqiqə həll eləyərəm. Oldu.
Salam. Salam. Xanım, sizə kim lazımdır? Bağışlayın. Mən rayondan gəlmişəm. Atam dedi ki, Sultanov burada yaşayır. Hansı rayondan gəlmisiniz? Qubadan. Bağışlayın, siz Sultanovun nəyisiz? Bilirsiniz, mənim atam onun əmisi ilə bir yerdə əskərlikdə olub. Əgər evdədirsə, bir dəqiqəliyə çağırardınız. Özü məni tanıyır. Bir dəqiqə gözləyin. Sultanov! Yeni qox məktəbə nə gələn var? Səni gözləyirlər. Gözləsinlər, indi gəlirəm. Gözləsinlər. Gözləyəcəyəm, ay alçaq. Gözləyəcəm. İntiqam alana kimi gözləyəcəm. Xala, bəs sən mənə hədiyyə gətirməmsən? Acan, kebab pişirəcəyik. Ay qız kimdir? Aşağıda gözləyən. Əmimin əskərlik yoldaşının qızıdır. Qulaq as. Hə. Sənin dediklərin quldarlıq dövründəki Hamburamo qanunlarına oxşayır. Hamburamo qanunları? Vallahi mənim Hamburamo qanunları haqqında təsəvvürüm yoxdur. Amma mən sadəcə olaraq öz fikrimi sizə başa salmaq istədim. Bir də ki, bu Hamburamo qanunları nədir, mən başa düşə bilmirəm. Bəlkə izah eləyəsiniz, polkovnik? Məsələn, Babilistanda Şah Hamburamo dövründə əgər bir nəfər təsadüfən daş atıb başqasının gözünü çıxarırdısa, həmən o gözü çıxan adam mütləq daş atanın gözünü çıxarmalıydı. Bildin indi, başa düşdün? Bunun harası qanun oldu Fazil müəllim. Bu ki, əsl ədavət hissidir. Hə. Məcid, Həsəni mən səndən az istəmirəm. Bilirəm, O kişinin mənim boynumda çox ağır yükü var. elə hər ikimizin, hər ikimizin. Amma işin nəticəsi belədir ki, onu birdən-birə həll eləmək olmaz. Aramla, mərhələ-mərhələ, qanun çərçivəsində götür-qoy eləyə-eləyə həll eləmək olar. Başa düşdüm, anladım. Bu flaşkanı götür. Bəli. Burada mənim vaxtilə apardığım əməliyyatların xülasəsidir. Buna diqqətlə baxarsan. Çox şey öyrənə bilərsən. Baxarım, çox maraq edirəm. Hay axı səni. Adamda bəxt yaxşı şeydir. Əclaf ol, alçaq ol, amma bəxt ol. Nə gülsən hə? Vay o gündən alçaq olasan, əclaf olasan, bəxtin də olmuyor. Darıxmayın, axırat çox var. Cücəni payızda sanıyam. Hə, düz deyirsən. O cücələr kökəlsin, inşallah kəsərik. Ama cücə nədir? Evdə yaxşı qaz saxlayıram. Hə, yeməmisən qaz ətini, nə bilirsən ləzzətini. Kəsərəm, yeyərik, dadını görərsən. Yavaş qalar, ağdır. Ala ben koyun da. Oyuncu aparsın. Elə oyuncu aparır. Mən Sultanovun qohumuyam. Rayondan gəlmişəm. Evlərinə gəldim, qapıları bağlı idi. Ofisində qapısı bağlıdır. Bilmirsiniz, onların başqa bir ofisi var ya yox? Hə, bilirsiniz. Xanım, buradan 2 tini aşağı düşərsiniz. Bir dənə də ofisləri var orada. Aha. Amma ora getməyin yeri deyil. Dünənlərim uşağının adı gün olub. Yaxşı vurublar. Bugün də bir həftəlik leypəyə başlayıblar. Əşidib, oyunu görək. Qabaqdakı 9 mərtəbənin altında böyük supermarket var. Onlarınkidir. Oradan soruş deyərlər. Bağlıdır. Bağlıdır? Supermarket yox, oyun bağlıdır. Neçə xal oldu? Ay, at ondan. Hala başımın söhbəti qarışdı. Oyunu bağladı. Deməli, 2 gün gedirəm, sonra dönürəm Hə, sağa. hə, hə.
9 mərtəbənin altında marketdir. Ora bax Bəs deyərəm. marketin üstündə heç nə yazılmır. Sultan Market yazılıb da bala. Çox sağ olun. Deyəsən kələfin ucu tapıldı. Bu dərmanlar Rasimgilin firmasına məxsusdur. Ramiz, bu mənim səndən alacağım intiqamın ilk təbil səsidir. Hələlik təsadüflər mənim xeyrimə işləyir. Fazil dayının gözlənilməz gəlişi lap möcüzə oldu. Hara gedirik? Mən saxta dərmanların izini tapmışam. Yox, danışma. Hər şeyi bilirəm. Hər şeyi bilirəm. Bəli. Rasim mənəm, Tahirədir. Ha, salam, necəsən? Bilirsən səni necə görmək istəyirəm? Qulaq as, vacib bir iş var, təcili görüşməliyik. Bu saat səni görmək üçün dünyanın başında getməyə hazıram. Kompliment vaxtı deyil, pullu telefonla danışıram. Qulaq as, sənin işinə mane olanları tapmışam. Onda gəl belə eləyək. Mətbənin yanında görüşək. Yox, mətbənin yox, sarayın yanında görüşərək. Yaxşı? Olar? Hə, de görüm kimlərdir? Bəlkə əvvəlcə salamlaşasan, Bağışla, salam. sonra isə noştuluğumu ver. Dur məndə. Sən əvvəlcə kommersiya təklifini söylə. Kommersiya təklifi nədir? Kommersiya təklifi də, yəni bax, əvvəlcədən nə məlumat Qulaq olduğunu. as, sən mənlə Lora dildə danış, ay Rasim. Bugündən mən oldum sənin şəxsi sürücün. Bundan sonra səni mən işə aparıb gətirəcəm. Görərsən. Dəlisən? Niyə? Dəli niyə oluram? Cəmaət nə deyər? Deyəcəklər ki, halal olsun. Bax, köhnə sinif yoldaşları bu gün də bir yerdədirlər. Çünki həyatda amalları da, rəqibləri də birdir. Rəqibləri yox, düşmənləri. Lap olsun düşmənləri. Düşməni isə bir yerdə məhv eləmək olar. Ay, Rasim. Ramiz mənə elə od vurub ki, inan, səhər, axşam, gündüz, gecə ağlımda ancaq ondan intiqam almaqdır. Yalnız bir şeydən qorxuram. Nədən? Qorxuram ki, mənim güdasıma sən də gedəsən. Bəlkə məndən biraz gengəzəsən. Yenə əvvəlki Tahirəsən, döyüşkən, dalaşqan, odlu alınlı. Lap elə uşaqlıqdakı kimi. Mən elə bilirdim böyümüsən. Böyüməyinə böyümüşəm. Sadəcə olaraq mənlə bir yerdə dərdim də, problemim də böyüyür. Sən yenə qanqan deyirsən. Yaxşı, mən gedim tələsirəm. Bax, bu da sənin mükafatın. Oldu. Bu nədir? Rasim! Rasim! Mələk xanım, bir dəqiqə solar. Eşidirəm. Mən jurnalistəm, sizdən müsahibə almaq istəyirəm. Lap yaxşı. Adınız nə idi? Rana.
Xuraman xanım, məşqdən sonra. Sağ ol uşaqlar. Məşqdiriz məşqə. Xuraman xanım, buyurun, eşidirəm sizi. Bir də göz üstürüm zəng gəldi. Alo? Eşq olsun Azərbaycanın xalq ulduzuna, sevimli müğənnimizə. Çox sağ olun, çox sağ olun. Kimdir? Bir kimdir? Alo? Alo? Səsinizin sehrinə düşüb ünvanınızı axtaranlardan biri. Lap yaxşı, kimdir axı? Sorağınızı Rusiyadan eşidib gəlmişəm. İstəyirəm qardaşımın toyunda məhz siz oxuyasınız Məlahət xanım. Lap yaxşı, amma xanım, mənim bu ay heç şür vaxtım yoxdur. Nə deyirəm ki? Bu ay olmasın, olsun gələn ay. Təki siz razı olasınız. Ünvanınızı deyin, xahiş eləyirəm. Gələk behinizi verək. Hə, lap yaxşı. Deməli, Koroğlu küçəsi. Dünəndən bu hədiyyənin mənasını başa düşə bilməmişəm. Ayşə əvvəlcə salam verəsən. Doğrudanmı? Salam. Əvvəla bu hədiyyə deyil. Bu bizim firmanın mükafatıdır. Deməli bu mükafat bizim firma ilə gizli rəqabətə girən bandanın aşkarlanması üçün təsis olunub. Nə vaxtı sahibini gözləyirdik. Biz xüsusi qabaqlayıcı əməliyyat planı hazırlamalıyıq. Bu plan əsasında həmin o mütəşəkkil dəstəni ifşa eləyə bilərik. Fazıl müəllim, amma düyünün bir ucu Sultanovlar mafiyasına gedib çıxır. Mafiyanın bir qrup üzvü qalaqqramsız, sertifikatı olmayan, saxta dərmanlarla xarici firmaların dərman bazarlarını əməlli başlı iflic eləyib. Kömürlük məntəqəsi nəzarətindən keçməyən bu firmaların dəqiq ünvanlarını aşkar eləmək çox çətindir. Niyə çətindir? Sənin sayəndə kələfin bir ucu aşkar edilib. Amma ambarlarda nə qədər mal qalır? Milyondan çoxdur. Rasim, gəl belə eləyək. Sən mənə kömək elədin, mən də sənə. Odur ki, mükafatı kimisindir. Pullar sənin, telefon mənim. Tahirə, sən Allah işimizə haram qatma. Hələ sənin mükafatın çox olacaq. Təbrik edirəm mənim balam. Gəl bir sən öpüm. Sağ ol ata. Mən də çox şadam ki, heç olmasa sən kiminsə haqqında danışanda səsin mülayimləşir. Ay ata, mülayimləşər də. Allah köməyin olsun. Çox sağ ol ata. Hə, hələ baharasıdır. Birincisi, Rasim onları bir xeyli ziyana saldı. İkincisi də ki, firmanın mükafatını mənə veriblər. Bax, bu telefon, bu da ki, pullar. Hə, yaxşı. Sağ ol. Qəzetlərə görə də sağ ol. Dəyməz ata, dəyməz. İndi belə eləyək. Mən də düşüm aşağı. Nağı dayandan biraz hava qəbul edeyim. Bəlkə nət də oynadım. Həmişəki kimi. Hə. Yaxşı ata. Hazırlaş qadan alım, Yaxşı. hazırlaş.